El ev var ki görünüşlü evdir, necə deyim, cəzbeləyən yerdə. Ona görə götürüb, bax başqa realtorlar hamısı götürür onun şapbaşı vurur elana. Mən bu evi satmışam götürüb klient mənə zəng eləyir. Mən özüm də pis oluram. Ay Zeynəb xanım, bəs sırağa gün sizdən ev almışıq, bəs mənim evim satışa qoyublar. Deyirəm ki, xanım, özü yerimdə belə şey olması, inanan mən deyirəm, bizə reklam xarakteri onu qoyub ki, klient tutsun özünə. Deyir, yox, indi elə zamanat. İnsan da həyəcanlanır, 180.000 pul verib, Ukraynada gedib alıq-satıq eləmişik. İnanırsınız, mən o qədər əsəbləşdim ki, zəng gəldim həmin o xanıma dedim ki, ay xanım, heç olmasa o evin üstündə yaz ki, satıldı da. Deyir, sən paxıllıq eləyirsən, mən bu evlə klient tuturam deyə. Zeynəb xanım, bəs belə şey olur ki, mən onun sonra Rövşən xanım, getdim o satıldığım evlər var. Hansı satı gelib qabağında oynayıram ki, satıldı. Yəqin görmüsünüz. Bunun qabağını almaq üçün. Da başqa yolu yoxdur. Ya başqa yolu yoxdur. Siz də şovlaşdırırsınız artıq. Bir ki, bu qaynı da aparın, çalıb oynasınlar. Orada götürüb kommentlərin altından yazma ki, dünyanın altında belə bir, dünyanın heç birində belə bir reklam yoxdur. Mən də onu 3 saat zəng edib deyə bilmirəm ki, mən onlar bilmək ki, variant yoxdur. Yaxşı, mən ev satmaq istəyirəmsə, bir maklerdən işləyim, bir agentdən işləyim. Amma mən məsələn olur ki, görmüşəm ki, 5-10 agentə deyirlər ki, sən mənim evimi sat. İndi burada kim qabağa düşdüdür, kim birinci satdıdır və orada mən hardan bilim ki, mənim evimi siz satmısınız, siz və yaxud da siz satmısınız? Yox, Rövşən xanım, birincisi, o hamı hər öz gətirdiyi alıcısını tanıyır da birincisi. Heç alıcı gətirmir ki, verir ki, filan yerdə ev var, gedib istədir. Mənim başıma gəlibdir, gedib baxarsan həmin evə. Gedir, baxır, sonra gedir onu... Mən o cür işləmirəm. Mən çünki Bakıdan hər yerindən elan götürürəm. Onu çatdırmaz axı bizim işçilərdə apara gətirir. Həm də şəhər elədir ki, məsəl üçün biri Dübəndədir, biri Pirşükürdədir. O necə